Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsində fəaliyyət göstərən Yasamal bazardan və İnşaatçılar metro stansiyası ətrafında qanunsuz küçə satışı həyata keçirilən yerlərə baxış keçirib. Baxış zamanı bazarda yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı məlum olub. Yüksək riskli məhsulların açıq şəraitdə, soyuducu avadanlıqlarından kənarda temperatur rejiminə əməl olunmadan saxlanıldığı müəyyən edilib. Həmçinin bazarda ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşular aşkarlanıb. Qeydə alınan nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, bazar rəhbərləri qida məhsullarının satışını təhlükəsiz şəkildə təmin etməlidirlər. Bunun üçün bazarda şərait qurulmalıdır. Bazarlarda satıcının geyimini, ilkin və dövrü olaraq tibbi yoxlanışdan keçirilməsini təmin etməlidirlər. Bazara daxil olan məhsullar müşahidə edici sənədlərlə təmin edilməli, istehsal, son istifadə və digər məlumatlar qeyd edilməklə məhsullar etiketlənməlidir. Yüksək riskli məhsulların saxlanması üçün soyuducu avadanlıqlar təmin edilməli, tullantılar vaxtında daşınmalı, ərazi dezinfeksiya edilməlidir. Bazar rəhbəri bu tələbləri yerinə yetirməyə görə məsuliyyət daşıyır. Təəssüf ki, bəzi hallarda qida məhsulları qanunsuz şəkildə küçələrdə antisanitar şəraitdə satışa çıxarılır. Bu vəziyyət qida zəhərlənmələrinin əsas mənbələrindən biridir. Məsələn, İnşaatçılar metro stansiyasının yaxınlığında qanunsuz küçə satışı həyata keçirilir. Piştaxtalarda yüksək riskli qida məhsulları, balıq, toyuq, turşu, kərə yağı, süd və süd məhsulları antisanitar şəraitdə, temperatur rejiminə və saxlanma qaydasına əməl edilmədən satışa çıxarılır. Baxış zamanı bu məhsulların müvafiq baytarlıq sənədlərinin olmadığı da müəyyən edilib. Balıqlar antisanitar şəraitdə təmizlənərək satışa çıxarılır və baytarlıq ekspertizasından keçirilmir. Bu təzə balıq deyil. Təzə balıqlar soyucu vitrində saxlanmalıdır və açıq havada saxlandığı üçün çirklənməyə zəmin yaradırsınız. Yəni nə şəraitdə gəldiyini bilmirik və bu da qida təhlükəsizliyi cəhətdən pozuntudur. Bəs bu pendir məhsulları niyə açıq şəraitdə satılır? Mal gəlir, bunlar vazvrat edilir. Vazvratda olan məhsullar satışa təqdim olunur. Satmıram. Bəs yaxşı, o yumurtaların niyə üzərində etiket məlumatları qeyd edilmir? Ev üsullu hazırlanıb yağlar və bu da bu şəkildə açıq şəkildə yağları satışa həyata keçirilir. Yəni bu da çirklənməyə birbaşa gətirib çıxarır. E. colilərin və digər mikroorqanizmaların yaranmasına səbəb yaradır. Mənşəyi məlum olmayan, təhlükəsizlik göstəriciləri şübhə doğuran bu məhsulların istehlak edilməməsi tövsiyə olunur. Agentlik qanunsuz küçə ticarətinin qarşısının alınması üçün aidiyyatı qurumlara müraciət edir. Bu cür tədbirlər digər ünvanlarda da həyata keçiriləcək.